Bir də onu bilmirəm, Təəssüf ki, yox. Təəssüf ki, burunun həmin hissələrinə dolğu eləmək olmaz. Çünki orada bizim vacib damarlarımız keçir və ümumiyyətlə orada qığırdaqla dəri arasında boşluq olmadığı üçün istədiyimiz nəticə ala bilmirik. Burun korreksiyası yalnız burunun üst hissəsinə sümüklə, qığırdaq sümük və dəri arasındakı olan boşluqlara forma verilir dolğu vasitəsilə. Amma yan tərəflərə məsləhət görülmür və edilir. Bir də nə edəcəkdim? Bu profildən burnun başqa çoxdur. Bəli. Bu profildən başqa. Görürəm. Fərqlidir. Çünki burnunuzda əməliyyatdır burnunuz. Bir dəfə əməliyyat olunur. Burnunuzda əməliyyatdan sonra, bilmirəm, əvvəl yoxsa sonra hal-hazırda bu çəpər əyriliyi kimi görsənir. Yəni düz baxanda da, yandan baxanda da biraz əyri görsənir. Biz eləyə bilərik. Düz baxanda deliklərdə də əyrilik olduğu üçün düz baxanda o görünüşü götürə bilmərik. Lakin bu dediyiniz kimi bir tərəfdən aşağı baxır, bir tərəfdən daha yaxşıdır. Onu tarazlaya bilərik hardasa. Yəni ucunu qaldıraraq, bəli, ucunu qaldıraraq daha gözəl forma verə bilərik. Onu da yenə deyirəm, çox olmayacaq da yəqin ki. Burun dolğusudur, ceyran gözdür. Preparat sizin uyğun olaraq yerilir. Yəni bu 1 qram, 2 qram, 3 qram deyil. Sizə uyğun olaraq, prosedur olaraq